Selamünaleyküm ve rahmetullah. Değerli izleyicilerimiz, çok süper ve ideal bir tane satıştan karşınıza çıkmışız. Cebinizde pul var, yastığın altında pul gizletmişsiniz, bank hesabınızda pul var. Ama ne yiyeceğinizi bilmirsiniz. Biz kardeşiniz tapmışıq size, ne demək harda? Balakən şəhərinin Qazma kəndində, düz trasın üstünde var. Trası göster. Bu tras birçok kəndləri özünde birleştirir. Yani buradan 4-5 tane kəndə gediş var. Allah'ın izniyle deməli bax belə qəşəng 2 mərtəbəli, bax qardaş, 2 mərtəbəli obyektimiz var. İnşallah ki hayatından tam şekilde gösterək qardaş. Deməli qardaş, obyektin qarşısını göstər qardaşım. Çox süper vəziyyətdir. Deməli birinci mərtəbəsi ticarət üçün nəzərdə tutulmuş bir yerdir. Oba market, Araz market, Al market, digər adını bilmədiyimiz marketlərimiz bu kənddə belə böyük market qətiyyən yoxdur. Amma bilir. Burayı aça bilərsiniz. Deməli qardaş bax, bu qapıdan buna deyim ki, torpaq ümumi 9 sotdur. Qarşısından qaz, işıq, hər bir şey keçir və əsası elektrik xətti tam çəkilib təchiz olunubdur, göstər qardaş. Buradan ikinci mərtəbəyə çıxır və bir daha demək istəyirəm ki, ikinci mərtəbə ev üçün, yaşayış üçün nəzərdə tutulmuş bir yerdir. Bu bir box, bax bir dənə otaq, axıra digər otaqları mövcuddur, qardaş göstər. İkinci otaq, həmçinin arxada deposu mövcuddur. Yəni aptek, nə bilim, PlayStation salonu, kafe, market hər şey edə bilərsiniz. Burada ümumi qardaş göstər. Burada məsəl üçün nə edə bilərsiniz Allahın iznindən? Böyük ərzaq mağazası tikə bilərsiniz, arxada yerləri mövcuddur. Bax, məhdud olduğuna görə qardaş, mən çox şey edə bilmirəm Allahın iznindən. Bax, bu ərazini. Bunu demək istəyirəm ki, alt üst hər iki mərtəbə nədir? Hər iki mərtəbəsi də isitmə sistemi təşkil olunub, yəni belə deyək, el arasında toplifo. Hər pəncərənin qarşısında, bax göstər qardaş, hər pəncərənin qarşısında mini balkonlar, qəşəng proyektə bax, çox süper proyektdir. Həmçinin buradan da nə edirik? İkinci mərtəbə. Deməli, mən bir dənə ümumi bir məlumat verim qardaş. Bax, oradan da girmək olur ikinci mərtəbəyə. Buradan da, amma addenlidir. Oranın evi addenli, buranın evi addenlidir. Orada da yaşaya bilərsiniz qardaşlar. Ya da inşallah içərini də ümumi şəkildə göstərək. Bax. Həmçinin burada da balkonlar açılmır. Bağlıdır. Tamam. Bax, gəl. Ay maşallah, ay maşallah. Qəşəng. Qiyməti də bugün bazar qiymətindən qat aşağı veriləcək inşallah. Bax, qardaş burada verilmiş. Ben gösterdiğiniz kapıdan, deməli giriş, o tərəfdən giriş var, orada addenli. Ev üçün nəzərdə tutulmuş bir yerdir. Bax, otaqları göstər. Bu divarın o yanında, bayaq göstərdiyimiz kapıdan giriş var və evə giriyor, otağa giriyor. Bax, otaqlar bol, bax, burada biri. Burada dənəsilər, əlavə. Bax, burada da məsəl üçün, mətbəx üçün mətbəx eləyə bilərsiniz. Bura həmçinin məsəl üçün, yataq altına eləyilərsindən bir şey deyim, elektrik xətləri hamısı çəkilmişdir. Bax, hamısı çəkilmişdir, elektrik xətləri hamısı çəkilmişdir. Deməli, buranın qiyməti, baxın bir dənə buraçılırmı? Hə, buranın qiyməti cəmi 300 minə təklif olunur. Buraya yəni 400-dən yuxarı pul çıxıbdır. Tam qıpçalı bir də demək istəyirəm ki, 9 sot torbanla bir yerdə, düz yolun üstündə 300 bin manata təklif olunur. Təbii ki, qiymətli reallıq olsa, inşallah qiymətli indirim olacaq. Bir daha demək istəyirəm. 300 bin manat. Allah mağazanın günündə bərəkət versin. Selamun aleyküm.